Baxırıq. 184 qram 10%li sulfat turşusu, 184 qram 10%li sulfat turşum var. Bunun üzərinə 16 qram da SO3 gəlirlər. Sonra nə deyir? Əlavə edilərsə, məhlulda sulfat turşusunun kütlə payını müəyyən edin. Əgər məhlulda çöküntü, qaz əmələ gəlmirsə, nəyin üzərinə gəliblərsə, o bizim məhlulumuzun kütləsidir. Əgər çöküntü, qaz yoxdursa. Burada da görürük, nə çöküntü var, nə qaz ayrılıbdır. Onda bizim məhlulumuzun kütləsi 184, sonraki məhluluma. Üstə gələk 16, edir neçə? 200 qram. Yaxşı, indi əvvəl baxaq görək bu məhlulumuzda, hələ SO3 gəlməmişdən qabaq. Nə qədər sulfat turşusu var? 184'ü vururam 10'a, bölürəm 100'ə. 18,4 qram sulfat turşusu qabın içərisində var. İndi SO3'ü də gəliblər həmin o sulfat turşusu olan məhlula. Bu SO3 də özünə bu məhlulun içərisində su var axı. SO3 öz 16 qramla uyğun olaraq özünə su birləşdirir. SO3'ün üstünə su gəlirəm. Alınır nə? H2SO4. 16 qrama görüm nə qədər sulfat əmələ gəlir. X 80 qrama isə 98 qram. X bərabərdir. Məxricdə 80, surətdə 98 vuraq 16. Bu da edir 19,6. 19,6 sonradan əmələ gələn sulfat turşumdur. Əvvəlki sulfat turşumda 18,4. Əvvəlki sulfat turşusu ilə sonradan alınan 19,6 sulfat turşusunu toplayım. Bir yadda bu da 380 elədir. Deməli, buradan da tamı açsam eləyir neçə? 38. Onda yazıram omega bərabərdir. 38 sulfat turşusudur. Məhlulum da 200'dür. Bölürəm 200'ə, vururam 100'ə. O da bərabər edir 19. Cavab olur E variantı. 104'ə baxırıq. Hər hansı duz məhlulunun faizlə qatılığını 2 dəfə azaltmaq üçün hansı əməliyyatları ayrı-ayrılıqda aparmaq lazımdır? Məsələn, götürürəm 200 qram 20%li məhlul. Görün, burada nə qədər duz var? Deməli, 40 qram duz var. 40 qram. 160 qram da su var. Faizlə qatılığımda 20%dir. Deyir, indi nə etmək lazımdır ki, və yaxud da nə etsən ki, qatılıq 2 dəfə az olar. Yəni 10'a bərabər olar. 10 bərabərdir. Surətə yazıram 40. Məxrəcədə yazıram 200. Neyniyim ki 10'a bərabər olsun? Vuraq 100. Bu 200'ün içərisində 160 qram su var. 40 qram da duz var. İndi bir-bir oxuyağın görəyin nə etsək 10%'ə bərabər olar. Məhluldakı suyun yarısı qədər su əlavə edək. Baxaq görək. 40'ı yazıram yuxarı, vuraq 100. Məhluldakı su nə qədərdir? Su 160'dır. 160'ın yarısı da 80. 280. 280 ilə bu 40'ı ixtisar aparanda 7'də 1 düşür. Yəni 10%'i vermir. Deməli bu olmaz. Biz burada 10%'li məhlul ala bilmirik. İndi ikinciyə baxırıq. 10 bərabərdir. Əvvəl deməli 40'dır. Burada da 200'dür. Vuraq 100'dür. İkincidə nə deyir? Deyir ki, məhlulda həll olmuş maddənin yarısını çıxarmaq. Yaxşı. Məhlulda həll olmuş maddənin yarısını çıxarsam 40 qram da duz. Olacaq 20 qram. 280 qram məhluldan 20 qram çıxanda 180. Deməli 20'ni 180'ə bölsəm 10%'i nədir? Vermir. İndi üçüncüyə baxırıq. Üçüncüdə nə deyir? Yenə də yazıram 10 bərabərdir. 40 vuraq 100. Məxrəcdə də 200. Deyir, məhlulun kütləsi qədər su əlavə etmək. Yaxşı, bərabərdir. Məhlulun kütləsi 200'dür. 200 qram da su əlavə edim.
40 vuraq 100. Bu eləyir 400. 4000-i də 400-ə böləndə neçə faiz edir? 10 faiz edir. Ona görə burada cavab yalnız 3-dür. C variantı. 105-ə baxırıq. Müəyyən temperaturda həll olma əmsalı, yəni KH, bərabərdir 1500-ə. Olan duzun x qram 30 faizli məhlulundan, deməli x qram 30 faizli də məhlulumuz var. Məhlulundan minimum neçə qram su buxarlandırmaq lazımdır ki, doymuş məhlul alınsın. Gəlin əvvəlcə bu məhlulda nə qədər duz var onu tapaq. X vuraq 30 bölək 100. Bu eləyir 0,3x. Bu bizim duzumuzun kütləsidir. Görək bu x qramda, məhlulda 0,3x duz varsa, su nə qədərdir? Suda 0,7x. İndi bizdən soruşur ki, nə edək ki, o doymuş məhlul alınsın? Doymuş məhlul o demək ki, uşaqlar, həll olma əmsalına yəni bərabər olsun. Yazıram 1500 bərabərdir. Duz bizdə nə qədərdir? 0,3x. Yazıram surətə. Su nə qədərdir? 0,7x. Deyir ki, nə qədər su buxarlandırmaq lazımdır ki, həmin o buxarlanan suyu bilmirəm. Bu olsun B. Çıxıram axı ondan. Yəni buxarlanıb gedib. Vuraq 1000. Bunlar 500-ə ixtisar gedər. 3 dəfə. 2 dəfə. 3-ü vururam bu 0,7x çıxaq B-yə. 0 deməli 2,1 x minus 3b bərabərdir 0,6x. Buradan 3b bərabərdir 1,5 x. B-ni də tapanda 1,5 x-i bölürəm 3-ə. O da edir 0,5 x. Cavab olur 0,5 x 105'də E variantı. 107-də 105-lə eynidir. Sadəcə olaraq burada duz əlavə ediblər. Deməli, x qram 20 faizli məhluldur. Burada nə qədər duz var onu tapım. 0,2x duz var. X minus 0,2x o da bərabər 0,8x-də su var. Deyir, doymuş məhlul alınsın. Onda yazıram 1500 bərabərdir. Nə qədər duz əlavə etmək lazımdır ki, doymuş məhlul alınsın. Deməli, duz əvvəl 0,2x-dir. Bunun üstünə 1 qram duz gəlirəm. Suda 0,8x-dir. Vuraq 1000 yazıram. Deməli, bu 500-ə ixtisar gedər 3 dəfə, 2 dəfə. Bu mühtəziyə alıram. Yəni, bunu almasaq da olar. 2,4x bərabərdir 0,4x üstə gələk 2b 2,4-dən də x-dən 0,4x-i çıxıram 2b-yə bərabər edir. 2b bərabərdir 2x-ə, b də bərabərdir x-ə. Cavab burada olur x, b.